İnsanların həm fiziki, həm də mənəvi cəhətdən dincəlməsi üçün istirahətə ehtiyacı var. Ancaq son illərdə sosial şəbəkələrin təsiri ilə tətil anlayışı da dəyişib. İndi bir çoxları üçün tətilin əsas məqsədi dincəlmək deyil, çəkib paylaşmaqdır. Müşahidələr göstərir ki, insanlar istirahətə gedərkən hər anı telefon kamerasına köçürməyə çalışır. Xüsusən də Instagram hekayələri və digər platformalarda paylaşmaq üçün hər addım lentə alınır. Bu isə real mənada tətilin dadını çıxarmağa imkan vermir. Bəzi hallarda isə bu tətil trendi daha ciddi nəticələr doğurur. Sosial şəbəkədə gördüklərini həsəd aparan insanlar eyni səhnəni yaşamaq üçün imkanlarını aşaraq kredit götürüb tətilə çıxırlar. Nəticədə istirahətdən sonra onları maddi çətinliklər və borc stresi gözləyir. Psixoloq Qətibə Abdullayeva isə deyir ki, sözü gedən məsələlərdə sosial müqayisə insanların daxili narazılıqlarını artırır. Bir tərəf telefon ekranından tətilini paylaşarkən, digər tərəf həmin görüntülərə baxıb, özünü nələrdənsə geridə qalmış hiss edir. Nəticədə isə tətilini sosial şəbəkələrdə keçirənlər də, o paylaşımlara görə maddi vəziyyətini göz ardı edərək tətilə çıxanlar da sözün əsl mənasında istirahət edə bilmirlər. Bu əslində bir psixoloji rahatlıq və emosional gərginliyi atmaq olmur. Əksinə, biz gedib həmin məkanlarda şəkillərimizi çəkdiririk, paylaşırıq və bu olur ki, mən gəzməkdə oldum, istirahətdə oldum. Amma sonuç olaraq gələndə o gərginlik yenə bizim üzərimizdədir. Çünki onun ödəməsini biz edəcəyik. İnsanların istirahət anlayışı tam fərqli olmalıdır əslində. Rahat olmaq istəyirik, dincəlmək istəyirik. Bunun üçün bir telefonu söndürüb, bir yaşıllıq olan bir məkana, sadə bir yerlərə, Bakıdan qıraq bir yerlərə gedə bilərik büdcəmizin əl verdiyi qədərinə. Mütləq hər hansı bir ölkəyə getmək və ya hər hansı bir sosial şəbəkələrdə paylaşım olmamalıdır. Yəni bizim rahatlığımız, dincliyimiz olmalıdır. Mütəxəssislər bildirirlər ki, istirahətin əsas mahiyyəti real həyatda dincəlmək, yaxın insanlarla keyfiyyətli vaxt keçirməkdir. Sosial şəbəkə yarışına çevrilmiş tətil isə nə ruha, nə də büdcəyə xeyir gətirir. Ayşən Sərdar qızı, Əli Ələkbərov, Xəbər Ertəsi.